Bir dənə şeyxidən sonra bədbəxt kimə deyərlər, budur bədbəxt o adamdır. Elmi ola amma tevfiqi əməli olmuyor. Savadı var, mühendisdir, döhdürdür amma namaz qılmaz. İbadət savadı var, kamilən basavaddır amma tevfiqi əməl onda bu bədbəxt adamdır. Bədbəxt adam ona deyərlər. Dedi, elmi ola, tevfiqi əməli olmuyor. Məhərrəm otur, ey baba bekarlar gedər Hüseyniyə, elə mən işimdən gücümdən vuranmaram. Bədbəxt o adamdır, elmi var, savadı var, tevfiqi əməl yoxdur. Əhl-i beyt istəmir bu onu, deyir savadı onu inirəm. Qəlbim məndən gerək yeməyib. Dərddir ha bir dənə ki danışqahlarımızda bizi dinimizdən istəyər ayrıla. Şu əradən bir də gecə saat 2 idi, gördüm telefonum zəh vurdu. Dedim həttmən gecə saat 2-də zəhvranın mühümmi vacib işi var da tez götdüm bəli. Gördüm bir xanım ağlayır. Xanım nə olub? Mənim əlimdən bir xidmət gələr. Deyir ki, bəli ağa, gecə durdum gördüm oğlum namazı şart qılır. Sən heyətübə gələr, səndən dost deyil, söndüyümdən ağlayıram. İstədim səndən bir təşəkkür eləyəm haca. Ağadam görsən bəzi zəncin də gərək vaxtın biləsən da. Sən mallarına o haxandır. Millətin zəncinin qorxusundan da telefonuna da cavab verəmir. Gecə saat 1-də bir bir nəfər mənə zəh vurdu. Aca, yatmayıbsan. Dedim, yox, səni güdürdüm elə. Olan mən adam dərəm, mən də yataram da. Deyir, dedim, xanım, məni də denən oğluva dua elə. Xob qutuldu, getdi. 5-6 ay bu rayondan geç gördüm, həmun xanım zəh vurub ağlayır bətər. Xanım bir yol nə olub? Hətmən bir yolda zəkat verib oğlum. Dedi, yox, hövüm yıxılıb haca. Deyim, nə olub? Xeyr ol inşallah. Dedi, baba oğlum danışqaha imtihan verdi. Üzdə Tehranın danışqahına var, rütbə zirə 1000 qəbul olub. Təzə gəlib bir sözlər deyir, az qalır bağrım çatdı. Deyir, mən bu zəndadaşlarım niyə mənlə görüşmürlər? Bu nə fərhəngidir, sizin varızdır? Nə başın ötmək, yəni mənə? Adamın ürəyi gərək pak ola. Ağlayıram, münacı məşrubları doldurub mənim yaxçalımı, oğlum deyir, nənə bula, kim yığıb bura? Deyirəm, xırda qardaş, gəlib deyir, nənə evimiz yıxılar bula, töhçölə bula, nə mənədirlər? Adam qahəm birdən əvəz olar, elmi olar, amma tevfiqi əməl olmaz. Elmə bir şey verməzlər ki, elmi Səlman Rüşdünün də elmi var idi. Elmi Trump'ın da elmi var, bak kırmızı çuğundurun divananı. Bunun da elmi var da besavat der ki bu da ders okuyup deyirlər və besavatdır. Hop, pəs elmi olar, bədbəxt adam ona deyər, elmi var amma tevfiq əməli yoxdur. Buyurdu, ondan da bədbəxt adamdır, əməl elər, amma ixlas olmaz, mərdümə görə. İhsan verər mərdümə görə, Məkkiyə gedər mərdümə görə, Kərbəliyə gedər özün vurar mərdümə görə. İxlas, ixlas. Bizim qiymət verən işlərimiz ixlasdır. Mənim əgər mənbərim mərdümə görə ola, gəlsəydi şəhədaya görə. Gəlsəydi şəhəda. Ya Əbi Abdillah, özün də bilirsən andola, yaralı canıva. Hamısın ki deyirəm bu sözdə, hamısı öz ürəyimin dərdidir. Hamısı. Bax, razı deyərəm bir dənə eşikdə Bəticab xanım görünə. Ola o da şiyə balasıdır da, kafər deyər ki, o ixfal olubdur. Bir dənə muhtad adam istəmir görə. Baba o mərizdir, o bədbəxt ixfal oldu, əvvəl təfənnünü getdi, giriftar olub, indi çıxa bilmir. Xop da ona gülməzlər ki, onu gərək çırmalanala, şiələr nəcat verələ. Əlindən tutala. Baba İmam Hüseyin necə bizi nəcat verir günahdan? Gəlin biz də pitlərin dünyasını support eləyək. Axər gecədir. Təvəssül eləyəcək o uca boylu qəmər Muniri Bəni Haşim. Hamımız bugün dərdimizi bir eşki ağamız Əbəlfəz ağa. Məscidimiz be nami Həzrət Əbəlfəz. Məkam be nami Həzrət Əbəlfəz. Cavanlar be eşki qəmər Muniri Bəni Haşim. Amma Allah bu cəmi heç vaxt o öhdəsindən gələnməyən imtihanlarına mərəz imtihanda qərar vermə. Allah heç dədənənəni uşaqları ilə mərəzi meydan imtihanda qərar vermə.